Salam, xoş gördük. Yenə mən jurnalist Fərid Muxtar. Deməli bir maraqlı məlumat var. Britaniyanın baş naziri Keir Starmer ümumi 101 dənə neft tankerinə sanksiya tətbiq edib, bir siyahı açıqlayıblar. O siyahıda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus Zəngəzur adlı neft tankeri də var. Bu məsələ rəsmi olaraq açıqlanmayıb, amma ümumi sosial şəbəkələrdə yayılıb məlumat. Zəngəzur tankerinə məşğul olduğu fəaliyyətlərin məqsədi və nəticəsi Ukraynada sabitliyi pozmaq, Ukrayna ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaq, təhdid etmək və ya Rusiya hökumətinə fayda əldə etmək və ya ona dəstək olmaq kimi qiymətləndirilir və Zəngəzur dəhlizi də həmin o Britaniyanın sanksiya tətbiq etdiyi 101 neft tankerinin içinə daxil edilib. Amma maraqlısı budur ki, biz Rusiyaya qarşı tətbiq olunan sanksiyaların heç birinə qoşulmamışıq. Yəni tək biz də deyib, Türkiyədə qoşulmayıb, digər bir çox ölkələr var ki, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Biz Rusiya ilə ticari, iqtisadi əlaqələrimizi davam elətdiririk. Ümumi olaraq bunu rəsmi rəqəmlərdə də görmək mümkündür. Yəni belə bir sanksiyanın nə anlama gəldiyi hələ də bəlli deyil. Amma konkret olaraq Böyük Britaniya Azərbaycan gəmisinə sanksiya tətbiq edib. 4 gün bundan əvvəl belə bir məlumat yayılmışdı. Rusiya ilə əlaqəyə görə 101 tankerə qarşı sanksiya tətbiq edildi. Amma həmin o zaman yalnız siyahıya həmin o tankerlərdə çalışan 5 Azərbaycanlının Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli, Tərəz Səfərov və Etibar Əyyublu Koral Enerji Qrup idarə edən və Rusiyanın kölgə donanması ilə əlaqəsi olduğu iddiası ilə həmin o siyahıya daxil edilmiş. Kanala abunə olmağı unutmayın. Sağ olun.